Salam aleyküm, əziz və hörmətli dostlar, vətəndaşlar, dildaşlar. Bir video çəkmişdim. Toronto deyəndə Ontario əyalətinin bəzi bir parkından sizə ki, burada nə cür vətən edirlər, torpağı vətən edirlər. O haqda bir izahlar vermişdim. O videonu bilmirəm, indi siz əslən upload eləmişəm, yükləmişəm internetə görəsiz ya yox, yadımda deyil. Amma vədə vermişdim ki, bir şəhər var, ora gedəm və oranın Təbrizin ülgüsünün və adamlarının ağılsızlığını görsədəm o şəhərdə. Əziz dostlar, bura bir kiçik şəhərdir, mən gəlmişəm bu günləri sizə. Bu şəhəri izah eləyəcəm. Bu şəhərdə 6000 adam yaşır. Əgər səhv eləmirsəm, bu üzə beləsi görsədim. Bura bir şəhərdir. Campbellford, Ontario. Ontario əyalətinin Campbellford adında bir şəhərdir. Bu şəhərin içindən Təbrizə tay bir acı çay geçir. Yəni çay geçir, su geçir. Bu görürsünüz. Gəliblər. Mən əgər eləyə bilsəm, buradan sizə göstərsəm, bu çayın dövrəsini tikiblər, gözəl ucaldıblar. Sonra da qabağın o yerdən ki, töküləcək çaya gedəcəkdir. Bir göl vardı, Ontario Lake. O Ontario gölü. Ora gedəcəkdir. Ora getmək yerinə, yəni ora getməmişdən öncə buranın şəhər gözəl olsun, turistlik olsun, insanlar gəlsinlər, görsünlər, ləzzət aparsınlar, şəhri qazan çıxsın, rifah çıxsın, dava az olsun, savaş az olsun, insanların ruhi yaxşı olsun. Bu suyun qabağını kəsiblər və bu suyun üstünə bir körpü vurublar. Bu körpünün özü bir turist məhəllidir. Çünki bura qayıqlar gəlir. O qayıqları, baxın dostlar, gətiriblər belə bir yer düzəldiblər. Buradan generator işləyir, buranın bərqin şey edir. Ora görürsünüz, o bina bərq idarəsidir. O da bərqiləri, dəstgahlarıdır, görürsünüz. Buranın elektrisin, lazım olan suyun bərqini, o da bərq idarəsi olacaq. Hətmən ya da evlərdir. Ora evlər düz istəyirəm. Bura bunun o generatorun işlədən bölümdür. Oradan suyu bölüblər, gəlir, gedir buradan. Buradan gəlir, gedir içəriyə, o generatoru işlədir. Oradan gedir çaya. O tərəfdən gedir çaya, bir çaydır. Çay gedir, tökülür leykə. Görüm eləyə bilsəm, əgər mən bunu sizə göstərsəm, bu çay indi 3 metr, yarım 4 metr dərinliği olar. Yəni dərin eləyiblər. Eni də görürsünüz nə enlilikdadır. İndi bəlkə əgər eləyə bilsəm bunu bir ayrı bölümündən də sizə bir göstərə bilsəm gözəl olar. İstədim deyəm ki, Təbrizdə Acı çayının dədələrimiz, babalarımız, orada yaşayan 100 il öncəki insanlar keçən min illərdə öyrəniblər ki, burada hərdən bir sel gələr və bu sel baxmaz ki, sən kimsən. Yığar aparar, insanlara acıl verər, mal xəsarəti verər, can xəsarəti verər. Onu qabağını almaq üçün o təbii su axarı, o dərəni dövrəsini tikmişlər divarından, aparmışlar ki, 3 metr, 3 metr, yarım 4 metr olardı bəzi yerdə. Onu Acı çay gedirdi, tökülür Urmu gölünə. Biz burada indi Ontario Lake deyirik, orada da Urmu gölü. Amma bizim bu son zamanlarda İnqilabdan sonra xüsusən ağılsız şurayı şəhər və şəhərdarlar iş üstə gələndən bu üzə o gölü için torpaqla doldurdular. Ondan sonra da onun başına bir oyun getirdilər ki, indi sabah bir gün yağış yağsa inşallah, sel gəlsə, orada insanlar geçə bilməyəcəklər. Canlara hədərə geçəcəkdir. Bir-iki körpü vurmuşlar, odur qarı nənə körpüsündən falan, qarı körpüsü. Onlar da fikirlərim ki, yıxılar gedər yəni. Qalmaz.
o mənzərəni göndərilib parka çevirirlər. Suyun özü parkedir. Sən buranı niyə park edirsən? Niyə torpağını doldurursan? Niyə ondan faydalanmırsan? Əziz dostlar, o çay ki, əsli çay o tərəfdən gəlir. Amma bunu şəhər bir iş görübdür. Bu 6000 nəfərlik şəhər gəlibdir, dərəni qazıbdır. Dərənin bir hissəsini gətirib bura bir kanal vurubdur. Mən indi kanalın burada sizə göstərirəm. Burada bir körpü vurublar. Bu körpü tərpənir, açılır. Yəni gedir o üz bu üzə. Bundan ötürü insanlar gəlirlər bura. Qabaqda da vardı. Mən mütəəssifانه gedə bilməyəcəm. Onu sizə göstərəm. Görüm eləyə bilsəm, bəlkə biraz çıxaram buradan üstüq. İstəmirəm yola geçəm. Hərdən maşın gəlir. Baxın, orada görürsəz əgər, orada sonudur. Bu, orada sonudur. Oradan bağlayıblər gölün qabağını. Kanaldır, yəni kanalı şəhər düzəldibdir. Beləsi gəlir, bu qabağı bağlandığı üçün su gəlir, yıxılır bunun dalısına. Qalxır, buradan gedir şəhrin o başına qədər. Bunun 2 kilometr ya 3 kilometr uzunluğudur. Və dövrəsi gördüyünüz kimi o taylı bu taylı çəməndir. Parçıdır. Bura normalda bu şəhər üçün 6000 nəfər cəmiyyətin nə gəlir olar ki, öz yeməklərindən sonra bir şeylər olmaz. Amma buranı turisti elədikləri üçün, bu gölünə bu suyu yaratdıkları üçün ildə yüzlər min insan turist gələr bura. Bunun dövrələri tamamən meşədir. Meşəliklərin içində evlər vardı, kempinglər vardı ki, orada məsələn gecəsi hər bir çadır ki qurursan, orada qalırsan, gecəsi $100, $120. Evlər var, kirayə verirlər qalmaq üçün. Yüzlər min adam gəlir bura. Amerikadan, Avropadan, hər yerdən gəlirlər bura. Buranın yaxınlığında gətiriblər bir dənə şokolad karxanası var. Fabrikası var. Bir dənə daha pendir. Çox üzr istəyirəm. Bunlar buranın insanların rifahını saxlar. Eyni halda bu su məsələn balıq fəsli olanda, yəni o bir balıq var, bilmirəm dostlar, mən indi kamil adım bilməyəcəm. O ildə bir dəfə tuxumçu tökür. O tuxumun tökəndən sonra ölür. Yəni ya yeyəsiz öləcək, ya yeməyəsiz. Onda bu çayda insanlar hərə $10 verir, bir kart alır internetdən. Gəlir bu çayda balıq tutur. Həm oradan dövlət qazanır, şəhər qazanır. Yəni $10 deyəndə bir şey gəlmir zehnə. Bir saatda gəlir bu şəhərdə. $15 ya $16 yarım saatı. Bir saatinin 40 dəqiqəsinin pulunu verir. Kart bir dənə internetdən kağız alır. O şəhərlərdən ya dövlətdən. Gəlir burada balıq tutur. Gündə 1-2 dənə balıq tutur. Məsələn, o günlərdə, o zamanlarda. Və bu, həm onun yaşamına biraz köməklik olur, həm də insanlar təfrih edirlər, şadlıq edirlər, vaxtlərini geçirdirlər, dava-şaviyə geçmirlər. Bilirsiniz, niyə Kanadada cürmazdır, niyə Amerikada bundan belə ki, silah azaddır, cürmazdır. Yəni, İrana baxaraq, İranda təqribən məhkəmələrdə yüzlər min, milyonlar, 17 milyon daha bilmirəm, 30 milyon, 35 milyon deyirlər şey var. Dosiya var, pərvəndə vardı məhkəmələrdə. Burada yoxdur. Niyə yoxdur? Yəni, bunu gərək soruşasınız ki, 300 milyonluq Amerikada ki, silah da azaddır, hər kəsin getirib, bəqqalda bir müsəlsəl alsın, hər nə cürsəl istəsə alır, aparır evinə. Amma niyə burada cürm İrana baxanda 330 milyonun cürmü 90 milyonluq İrandan çox azdır. Niyə? Əvvəl gərək bunu bir soruşaq da. İlləti budur ki, insanlara rifah vədəsi verir. Deyir ki, işlər rifahın olsun. İnsanlar rifah üçün, işləmək üçün müsabiqə verirlər bir-birləri ilə. Vaxtları olmur gedələr, ehtiyat darısan, narkomanlıq ola, nə bilim, məvaddı müxəddir ola falan, bunlara dalısın, vaxtları olmur gedə.
Əslən vaxtları olmur adamlar. Ən çox bunların eşqi budur ki, məsələn bir vaxt eləyərlər, axşam başı bir abco içələr, bir içələr. Ya həftədə bir gün məsələn. Onu da bu çəmənləri vuracaqdı. Baxın məsələn bu xazalları görürsünüz. Bu xazalları bizim kimi İranda məsələn mənim yadıma gəlir təmizləməzdilər. Bu xazalı burada 5 dana kağız çuvalı alacaqsan, içinə 9 kilo, 8 kilo şey yığa bilərsən. Yarpaqdan, ağac sınığından, zadından, qol budağından, zadından. Onu qoyacaqsan, təmizləyəcəksən, şəhəri təmiz saxlayacaqsan. İnsanlar gələcək, dolanacaq, rifahları olacaq, əmniyyətləri olacaq, vaxtları, boş vaxtları burada geçirəcəkdir. Hər halda dostlar, bu mən eləyə bilsəm bunu görsədəm çox yaxşı olar, amma inanmıram eləyə biləm. Ərz eləyim ki dostlar, Təbrizdə də eləyə bilərdi şəhər şurası və mühəndislər, ağlı yox insanlar olmasaydı, o Acı çayının başın ki Höhmavarda tökülür, gedir əşaya, məsələn Gəraldıcıda Urmu gölünə, onun qabağın boğsaydilər bir-iki yerdən, həm şəhərə elektrik bərq ürətərdilər, həm şəhərdə, məsələn burada qayıq, dedim də, burada dəri ilə, indi mən əşağı görsədə bilmirəm ki, mütəəssifanə, hətta o dərə ki vardı, o dəri ilə qayıqlar gəlir bu üstə. Burada indi yox, indi də yavaş-yavaş qışa gedir. Burada qayıqlar, yüzlər, min qayıq gəlir bularına gedir. Təmamən bu sular yapışıqdır bir-birinə, göllər, minlər göl var. Onların gedir və onları bir-birinə yapışdırır. Təfrih elirlər. Bu şəhərə pul çıxır yəni. Rifah çıxır, əmniyyət çıxır, aramış çıxır. İnsanlar bir-birlərinə savaşmırlar, bədəxlaqlıq olmur. Pis-pis danışmırlar. Deyirlər, gülürlər. Niyə? İnsanın rifahı olur. Dolaşmağa, dolanmağa yeri olur. Beləsi bir vəziyyət. Təbrizdə də eləyə bilərdilər bunu yaradalar. Eləyə bilərdilər ki, hətta qışda dostlar, bu su qışda donacaq. Bu su ki görürsünüz burada. Bu su 1 metr yarım donacaqdır qışda üstdən. Üstdən donacaqdır. Aşağıdan su axacaq, amma üstdə donacaq. İnsanlar, yüzlər min insan gələcəklər, sübdən axşamacan vaxt eləyəndə gələcəklər. Bunların üstündə skeyt eləyərlər, vərziş eləyərlər, direl gətirəcəklər, dələcəklər, balıq tutmağa çalışacaqlar, çadır vuracaqlar buranın üstündə, gecəni qalacaqlar bu suyun üstündə, yol yeriyəcəklər, qaçacaqlar, oynayacaqlar, rəqs eləyəcəklər, müzik qoyacaqlar. Əlbəttə, İran kimi müzik heç kəs uca aşmaz burada. Yəni, indi mən burada bəlkə bir gündə bunu sizə bir quzariş edərəm, report edərəm. Görərsiniz ki, burada xiyabanda taza gələn insanlar, əsəbi insanlardan sonra heç kəs siqnal vurmaz. Yəni, sübdən axşama maşınınızı sürün, ya evinizdə oturun balkonunuzda, bəlkə bir dəfə, 2 dəfə mümkün dedim, o əsəbi insanlar, taza gələn insanlar şikanadiyə gəliblər, əcələlidirlər, onları görərsiniz ki, bir siqnal çaldılar. Hey, geçmiş olsun. Ərz edeyim ki, hətta qışında da bu sudan pul çıxardacaqlar. İnsanlar rifahlarına, əmniyyətlərinə baxacaqlar. Şəhər rifahına, əmniyyətinə baxacaqdır. Demirəm ki, ağlı yoxdursa əgər şurayı şəhrin, Təbriz şəhər şurası ya o birisi şuraların ağılları yoxdursa da, lağəl dünyadan öyrənə bilərlər. Dünyaya gedəndə əvəzin gedələr alverə, gedələr, nə bilim, Türkiyə ya hər yerə gedirlər, Avropaya, Amerikaya, Asiyanın hər bir yerinə gedirlər, orada görürlər, lağəl onlardan öyrənməlidirlər. Amma çox heyf olsun ki, öyrənmirlər. İndi ki, o cür oldu, buradan da bunu da göstərim sizə. Məsələn, baxın,
bahalı evlər burada düzəldiblər. Əlbəttə bu şəhər ucuz şəhərdir, çünki cəmiyyəti azdır. Evlər çox yekədir, böyükdülər. Üst-üstə əlbəttə bunu deyim ki, dostlar, Ontario iyaləti Kanadanın ən bahalı iyalətindən ikincisi olar bəlkə. Toronto şəhəri ilə Vancouver, yəni British Columbia ən bahalı yerdirlər Kanadada. Amma Quebec məsələn çox ucuzluqdur. Yəni o iyalət çox ucuzluqdur. O birisi iyalətlərə heç baxmamışam görüm onlarda qiymət nə cürdür. Amma bunlarda evlər balaca şəhərlərdə biraz ucuzdur. Yəni məsələn bu apartmanların yaxşı biri burada 400.000, 500.000 dolar olursa suya da baxır, meşəyə də baxır. Dalısı da meşədə, o tayda baxsaz yenə mən görsədə bilsəm orada. Bura Bərq İdarəsinin arxasıdır. O meşəliği görsədirəm. İndi payızın son gün şey olmayacaqdır. Torontoda bunlar mesela 2 milyon olar. Yəni 1 milyondan yuxarı olar. Amma balaca şəhərlərdə biraz ucuz. Ev eşiklər də bunlarda biraz ucuz olur. Amma üst-üstə bahalıqdır ev eşik. Mən baxırdım Tehranla müqayisədə ya bəzən Təbrizlə müqayisədə görürdüm ki, Kanada ucuzluqdur ev eşik sahibi olmaq. Ontarioda belə ucuzdur. Hər halda dostlar istədim fəqət bu söz vermişdim bir videoda ki, sizə bu şəhərə geçsəm, sizə görsədən bura nə tür olur. Onu da gəldim bu şəhərə və sizə bugün bu şəhəri görsətdim, bu suyu görsətdim. Kəş eləyə bilirdim, bunun qırağı ilə gedəydim. Eləyə bilsəm, əgər bunu qırağı ilə gedərəm və sizə göstərərəm. Sağ olun, var olun. Dostlar, bu dediyim Campbell Ford şəhrinin çayının, içində olan çayının qırağında gəldim şəhərin daha içinə tərəf və buradan sizə bir mənzərə göstərmək istəyirəm. Görəsiniz ki, bu şəhərdə nə ediblər. Əlbəttə bu hər tərəfdə, yəni arxa tərəfdə də evlər var. Çayın o tərəfində də, bu tərəfində, hər iki tərəfində də evlər var. Amma dostlar, baxın əmniyyətə bu şəhərdə. Mən istəyirəm buradan sizə əgər eləyə bilsəm, bu qazları görsədəm. Görürsünüzmü bu qazları? Minlər qaz burada beləsi. Eləyə bilsəm göstərəm. Əmniyyətlə bunlarda suyun qırağında yatıblar. O taylı, bu taylı. Bir dana bu çay və bu su insanların rifahında, ruhlarının rahatlamasında yeri var, böyük önəmi var. Mən əgər bu tərəfdən də bir evlər sizə göstərə bilsəm, məsələn, bu evlər çox o qədər bahalı bir şey deyildir. Yəni. Amma gözəlliğə baxın. Görüm eləyə bilsəm bir buranın insanları rifahda olsun, əmniyyətdə olsun və insanlar ora çox köç eləsinlər, gəlsinlər orada yaşasınlar, ya dolanmağa gəlsinlər, insanları rifahda olsun. Dostlar, diqqət buyurun, bura o dediyimiz çayın qabağını kəsiblər. O su getməsin o
şəhərdən, eşikdən getməsin. Yəni şəhəri dövrü vurub getməsin deyə buradan gətiriblər bu səddi vurublar qabağına. Eləyə bilsəm mən bura gəlsəm. Baxın, bir dana körpüdür buradan şəhərin içindən. Çox da gəlgət yoxdur bu körpüdən. O bağlayıblar biləsi gözlərdir körpünün altından. Su qoymur çox keçsin bu qədimcəyə. Az gedir buradan. Buranı bağlayıblar. Burada su doyulur. Qeydir, gedir oradan. O da əski bir körpüymüş, yıxıblar. Buna görə ki, qayıqlar içəridən rahat geçsinlər. Onları yıxıblar. Bəlkə də düzəldəcəklər. Taza körpü vuracaqlar. Oradan su gedir o kanala. Burayı ilə o sarıların o üzündən. Geçir, gedir kanala. Əslində o sarılar da buna görədir ki, əgər bir qayıq gəlirsə, gəmi ki yox, bura qayıq gəlir, gəmi gəlməz. Onlar keçib bura gəlməsinlər. Bağlılığını göstərir. Həm də təhlükə ola bilər bəlkə, onu da göstərir. Məncə çox gözəl bir iş görüblər. Çox cəlibdir. Mən əgər eləyə bilsəm, biraz da geçsəm qabağa. Bura parçadır, dedim, nə deyərlər, çayın, o tayı da, bu tayı da, hər iki tərəfi də parçadır. Evlərdə də yavaş-yavaş yetişdik, bura şəhərin içi olur, suyun qırağı hər tərəfdən tikilir. Şəhərin məsullarının, yəni o şəhər şurası elə burada da var. Şəhər şurası, burada kansıl deyirlər. O müşavirlər, kansıl olur müşavir. Şəhər şurası və şəhərin məsullarının vəzifəsi budur ki, buradakı yaşayan insanların rifahın, əmniyyətin və işlərin, yəni işsiz olmasınlar, onu təmin eləsinlər. Dostlar, buradan da şəhərin daha içinə yaxınlaşır. Şəhər də o taydadır çox. Əlbəttə bu tayda da şəhər var, amma görək eləyə bilsək, yerli hava